qaldırmayıb. Elə yeri gəlmişəm biz monitor üzərindən də diqqəti yetirdik biraz əvvəl. Göründüyü kimi yenə də Bitcoin 111 min səviyyəsindədir və Bitcoinin statusu hal-hazırda sual altındadır. Onun bahalaşması fonunda Avropa Mərkəzi Bankının rəqəmsal avro ilə bağlı planları sürətlənə bilərmi? Bu addım hansı riskləri azaldar, hansılarını artıracaq? İlk olaraq Almaniya bağlanırıq. Kommersbankın eksperti Murad Cəlalovun fikirlərini öyrənəcəyik. Murad bəy, salamlayırıq sizi. Xahiş edim deyərdiniz, hal-hazırda virtual avroya keçə bilərmi Avropa bankları? Dünəndən başlayaraq kriptovalyuta, rəqəmsal valyuta, xüsusilə də Bitcoin və altcoin olan Ethereum və digər altcoinlər inanılmaz şəkildə yüksələn xətt üzrə inkişaf etməyə başlamışdı və burada da investorlar daha çox investisiya yatırıb gəlir əldə etməyə çalışırlar və buna da nail olurlar, milyonlarla gəlir əldə olunur. Bu baxımdan da insanlar Bitcoinin nə qədər dayanıqlı və gəlirinin bir valyuta olduğunu düşünürlər. Burada da bunun ECB-nin bir çox addımlar atmasına gətirib çıxarır. Çünki ECB planlaşdırır ki, tezliklə rəqəmsal avronu buraxmış olsun. Bu baxımdan düşünür ki, artıq bitcoinlərin alış-satışında, tradingində deməli rəqəmsal avronun daha böyük köməkliyi olar və gəlir əldə etmiş olarlar. Amma bunun müsbət tərəfi olduğu halda mənfi tərəfdə odur ki, ECB burada birbaşa olaraq cavabdehlik daşıyacaq. Təşəkkür edirik biz sizə. Deməli, artıq Avropa bankları rəqəmsal avroya keçid imkanlarını dəyərləndirirlər. Bəs rəqəmsal qızıl real alternativinə çevrilə biləcəkmi? Bu sualımıza